Digər bir məsələ haqqında da istəyərdim danışaq, zamanımızın məhdud olduğunu nəzərə alsaq. Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistanla işçi qrupu yaradacaq və ilin sonuna qədər artıq belə bir plan var. Bu kontekstdə bu işçi qrupunun yaradılması Azərbaycan və Ermənistan münasibətlərinə nə verəcək? Düzdür, burada daha çox bizim üçün önəmli olan Amerika Birləşmiş Ştatlarının Zəngəzur dəhlizinin açılması istiqamətində Ermənistana dəstək verməsidir. Həm də bir zəmanətdir sülhə qarantı da deyə bilərik. Bu kontekstdə işçi qrupunun yaradılması tərəflərə, bu prosesə nə qatacaq? Bilirsiniz ki, Zəngəzur dəhlizinin, yəni Tramp yolunun istifadəyə verilməsi üçün Amerika Birləşmiş Ştatları Ermənistana dəstək verir və biz də bunu dəstəkləyirik. Çünki faktiki olaraq Ermənistanın nə maliyyə imkanları var idi ki, bu layihəni reallaşdırsın. Eyni zamanda Ermənistan Rusiyanın da bu layihədə olmağını istəmirdi və gəlin açıq danışaq, hətta Azərbaycanın belə bu layihəni maliyyələşdirməsi yaxşı qarşılanmaya bilərdi. Bu baxımdan da elə Amerika variantı bizim üçün də ən uğurlu seçim idi ki, biz də bunu dəstəklədik və Avqust Vaşinqton razılaşmalarında da bu artıq öz əksini tapıb. Düzdür, Amerika Birləşmiş Ştatları və Ermənistan arasında əldə edilmiş bir razılıqdır. Ancaq biz də buna etiraz etməmişik. Bizim hədəfimiz ondan ibarət ki, ən qısa zamanda Ermənistan ərazisindəki o yolun hissəsi də həm nəqliyyat, avtomobil, eyni zamanda dəmir yolu istifadəyə verilsin, hazır hala gətirilsin və bu işçi qrupu da birbaşa olaraq bu layihənin daha sürətli icra edilməsinə xidmət edəcəkdir. Birinci vəzifəsi. İkincisi isə təbii ki, uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasıdır. Çünki bunu biz yalnız Ermənistan-Azərbaycan münasibətləri kimi başa düşməməliyik. Bu, ümumilikdə orta dəhlizin daha yaxşı şəkildə işləməsi üçün vacib bir addım kimi dəyərləndirməliyik. Çünki biz bir neçə gün bundan öncə 500-1 formatında artıq yeni bir yanaşmanı da gördük. Amerika Birləşmiş Ştatları və ümumilikdə Qərb bunu dəstəkləyir. Bir növ Çinə rəqib deməyək, Çinin bir kəmər, bir yol orta dəhlizi inkişaf etdirmək layihəsinə paralel olaraq Qərb də istəyir ki, Orta Asiyadakı resursları həm Avropaya, eyni zamanda Amerikaya daşıya bilsinlər. Bu baxımdan da məhz orta dəhlizin şaxələndirilməsi üçün, yük daşıma potensialının artırılması üçün Zəngəzur dəhlizinin istifadəyə verilməsi vacibdir və regionda sülhün əldə olunması önəmlidir. Çünki yalnız Zəngəzur dəhlizi də bəhs etmir, digər kommunikasiyaların açılması da yaxşı olardı ki, yük daşımalar daha artsın. Bu baxımdan da məhz bu işçi qrup birinci növbədə bu Tramp yolunun, Zəngəzur dəhlizinin Ermənistan hissəsinin istifadəyə verilməsi, orada hansısa bir çox çevik addımların atılmasına xidmət edəcəkdir. Çünki hətta bundan öncə biz açıqlama da gördük ki, lazım olarsa xüsusi delimitasiya işləri də orada aparıla bilər. Plandan kənar. Çünki bilirsiniz ki, şimaldan cənuba doğru gedir Ermənistan-Azərbaycan delimitasiyası, sərhədlərin müəyyənləşdirilməsi. Məhz bu layihənin qabağa salınması üçün burada da müəyyən addımlar atıla bilər. Buna paralel olaraq da sülh sənədinin imzalanması üçün də mən düşünürəm ki, bu işçi qrupu çox müsbət təsirini göstərəcəkdir və bu işi daha da irəli götürəcəkdir. Nəqif bəy, təşəkkürünüzü bildiririk studiyamıza gəldiyiniz üçün və dəyərli fikirlərinizi səsləndirdiyinizə görə.